özünü fəda etmək dərəcəsi ilə. Bir ata balanın sevgisi, bir ananın sevgisi, evlatlarının yolunda özünü fəda etmək hazırlığı ilə ölçülür. Allahla münasibətdə də belədir. Kəbir deyirdi ki, balalarım, məsələ çox sadə açılır. Tərəzinin bir başına, bir tərəfinə başvı qoyanda, yalnız o zaman o biri tərəfinə həqiqət qoyacaqlar. Yəni, o qurbanlıq bayramı ki var bütün dinlərdə, orada söhbət qoyunluq deyil. Orada bizə bir xatırlamadır ki, sən həqiqətin uğrunda fədakarlığa hazırsanmı? Ona görə indi fədakarlıq o qədər də populyar bir şey deyirlər. İnsanlar almolla olublar, vermolla olmayıblar. Salam, hər vaxtınız xeyirli olsun əziz dinləyicilər. Planet FM nəfirində Düşüncə mərkəzindəsiniz. Verilişin aparıcısı mən profiler insan tanıma mütəxəssisi Təbriz Hacınski. Bildiyiniz kimi bugün Ramazan ayının 27-ci gününü yaşayırıq. Arzu edirəm ki, bugün həyatınıza sakitlik, düşüncənizə aydınlıq, qəlbinizə isə huzur gətirsin. Həmçinin bugün sonuncu torpaq çərşənbəsidir. Bu çərşənbə münasibəti ilə sizi ürəkdən təbrik edirik və süfrənizdə hər zaman ruzu bol olmasını arzu edirik. Dahi filosoflardan biri belə deyirdi. İnsan bəzən baxır, lakin görmür, eşidir, amma anlamır. Həqiqətən də həyatımızda bir çox problem bilgisizlikdən deyil, fərqindəliyin zəif olmasından yaranır. İnsan bəzən öz duyğularını gec anlayır, bəzən münasibətlərdə eyni səhvi təkrar edir, bəzən də niyə yorulduğunu, niyə narahat olduğunu özü belə tam dərk etmir. Düşüncə mərkəzində günün mövzusu. WhatsApp nömrəmiz 099 1887. Fərqindəlik. Bugün mövzumuz çox maraqlı olacaq. İnsanın özünü və həyatını görmə bacarığı. Bəzən insanın həyatını dəyişən ilk addım, yəni qərar yox, sadəcə həqiqəti görmək olur. Bugün qonağımızla birlikdə həmin həqiqətdən danışacağıq. Düşüncə mərkəzində söhbət başlayır. Qonağı tanıyaq. Bugün Planet FM studiyasında çox dəyərli qonağımız var. Filosof, fəlsəfə üzrə fəlsəfə doktoru Müşfiq Ötkündür. Müşfiq Ötkün Bakı Slavyan Universitetinin dosentidir. Azərbaycan Sənaye İnstitutunu, indiki Sumqayıt Dövlət İnstitutunun Energetika Fakültəsini fərqlənmə ilə bitirmişdir. Tar sinfi üzrə orta musiqi təhsili almışdır. 2 saylı Sumqayıt Musiqi Məktəbində eyni zamanda Bakı Dövlət Universitetinin fəlsəfə kafedrasında doktorluq dissertasiyasını müdafiə etmiş, uzun illər Elmlər Akademiyasının fəlsəfə institutunda elmi araşdırmalar aparmışdır. Ölkənin bir çox ali məktəblərində fəlsəfə üzrə mühazirələr oxumuşdur. Bir neçə kitab və çoxlu tərcümələrin müəllifidir. Ən çox satılan kitabı tanımadığımız Konfutsidir. 58 yaşı var, Sumqayıtda yaşayır, 2 övladı var. Şərq fəlsəfəsi üzrə ixtisaslaşmışdır. Müşfiq müəllim, xoş gəlmisiniz. Xoş gördük sizi. Təşəkkür edirik ki, bugün bu gözəl zamanınızı bizə ayırmısınız. Bugün çox maraqlı söhbətimiz olacaq. Mövzumuz fərqindəlikdir. Bunun üzərindən danışacağıq. Lakin dəyərli dinləyicilərimizə onu bildirim ki, Müşfiq müəllimə ən maraqlı sualı verən dinləyicimizə 60 sənədə insan tanıma sənəti kitabını hədiyyə eləyəcəyik. Və sonunda Müşfiq müəllim özü demək sualı, bəyəndiyi sualı seçəcək. Biz də onu hədiyyə eləyəcəyik. Düşün, sual ver, hədiyyə qazan. WhatsApp nömrəmiz 099 1887. Planet FM-də Düşüncə mərkəzi. Müşfiq müəllim, Hind əsilli filosof yazıcı Jiddu Krishnamurti deyirdi: mühakimə etmədən müşahidə edə bilmək zəkanın ən yüksək formasıdır. Biz də NLP təlimlərində fərqindəlik haqqında danışanda adətən fərqindəlik o zaman baş verir ki, insan mühakimə etmədən həmən ana fokuslana bilir, öz diqqətini toplaya bilər. Sizcə fərqindəlik nədir sizin baxış bucağınızdan və bu anlayışa necə izah verərdiniz? Fərqindəlik elə bir qatqıdır ki, yalnız o biliyə qatılanda bilik adama müdriklük verir. Əks halda sən elə alim olaraq da qalırsan.
Aha. Fərqindəlik yəni insanın məhz Fərqindəlik. Məsələn, bax tutalım sadə bir şeydir də. İnsan ölümlüdür. İnsan bunu güya bilir. Amma əslində bilmir. Məsələn, Şərqin mistik filosofları bunu çox yaxşı, yəni bilənlər bunu bilir ki, özləri də olublar da o cəhalətdə, oradan gəliblər. Ona görə çox yaxşı bunu bilirlər ki, hələ informasiyanı eşitmək, onu bilmək demək deyil. Təəssüf ki, müasir təhsil tamamən sizi informasiya ilə təchiz eləmək üzərində qoyulubdur. Sizə məsələn gənc yaşında bir informasiya verirlər, əzbərlətdirirlər, təkrar soruşurlar, önəmli nöqtələrini təkrar sizdən soruşurlar. Siz də onları deyirsiniz, sanki bildiniz. Halbuki məsələn sadəcə bir ölümün dərkinə yaxınlaşmaq üçün gərək buna bir alışasan, bir alışma periodu olmalıdır. Məsələn, bunun üçün çox böyük bir zaman lazımdır. Bunun həzm olunması, bunun qəbul olunması, bunun gerçəkdən biliyə çevrilməsi, bunun bir fərqindəlik elementi olması üçün. Məsələn, dərvişlər var idi ki, qəbir qazıb gündə bir neçə saat onun içində yatırdılar. Və ya məsələn, zahidlər var idi ki, gedib Zərdüş qəbirstanlıqlarının yanında koma tikib yaşayırdılar. Çünki orada biraz belə estetikası çətin idi. Meyitləri daşların üstünə qoyurdular ki, qurtquş yesin. Hər gün o mənzərəni görmək lazımdır. Bu çox geç çatır adama. Ümumiyyətlə, bilənlər bunu bilir ki, insana bilik çox geç çatır. Bir period lazımdır. O periodun içinə girməlidir adam. Yavaş-yavaş alışmalıdır, qəbul eləməlidir, içindəki müqaviməti qırmalıdır. O təslimiyyət ki var, İslamın da dediyi təslimiyyət. Bu həm də həqiqətə təslim olmaqdır. İnsan həqiqətlə güləşir. Məsələn, çox qəribədir ki, peyğəmbərlərdən birinin adı, Yaqub peyğəmbərin adı həm də İsraildir. İsrail Allahla güləşən deməkdir. Qarşısına bir mələk çıxıb, o da oyuna güləşibmiş, bilmədən ki, bu Allahın mələyidir. Mən bu gerçəkliklə güləşməni hər gün müşahidə edirəm. Biz insanlar beləyik. Biz həqiqəti dərk etmək əvəzinə oyuna güləşirik, ona müqavimət göstəririk, ağlımızdakı klişelərdən çıxış eləyirik, fərqində olmaq istəmirik gerçəkliyin. Məsələn, sitat gətirdiniz Ciddo Krishnamurti bunu bir dəfə belə deyir ki, biz əslində yalnız görməliydik, amma biz həm də düşünməyə başladıq. Bütün problemlər bundan başladı. Yəni, gördüyünü qəbul eləyənmirsən, beyin də qoşulur bu işə, başlayırsan güləşməyə. Halbuki, gördüyün dünyanı qəbul eləyə bilsən, çox sürətlə informasiyaları, önəmli bilgiləri əxs eləyəcəksən və Allah o müdriklüyü də verəcək. Ona görə məsələn, dünyanın bu biri tərəfində elm öyrənmək istəyəni kitablara yönəldirlər. Şərqin o biri hissəsində isə adam biliklənmək istəyirsə ona meditasiya elətdirirlər. Meditasiyada nədir? Fərqindəliyin çiçəklənməsi üçün şəraitin yaradılmasıdır. İnsan fərqindəliyi yüksələndə o ən önəmli şeyləri görə bilir. Maraqlı bir nöqtə dediniz. Mən öz kitabımda 2016-cı ildə belə birinci səhifədə belə bir yazı yazmışdım. İnsanlar var ki, qarşı tərəfə baxmırlar. Bəziləri isə baxırlar, lakin görmürlər. Elələri də var, görürlər, analiz edə bilmirlər. İnsanlara mənim gözümlə baxın. Mənim gözüm deyərkən kitabın üstündə mənim gözüm idi. Yəni sistemli olaraq insanları analiz eləyin. Həqiqətən də hər insan görmür, hər insan tam dərk eləmir. Necə düşünürsünüz? Ümumiyyətlə fərqindəlik və oyanış. Əslində fərqindəliyin ilk addımı oyanışdan başlayır ki, insan artıq oyanmağa başlayır. Bu oyanış prosesi nə zaman insanda aktivləşir? Hansı yaş periodunda başlayır? Ümumiyyətlə, necə düşünürsünüz? Nə vaxt başlasa daha yaxşı olar? Çünki bir təsəvvür 18-19 yaşında hansı bir gənc həyata yeni atılır və o bir dərvişin həyatını yaşamağa başlayır. Proses necə ola bilər? Bu inkişafın qarşısını almazmı? Necə olar? Alacaq. Müasir dövrümüzdə bunu necə ümumiyyətlə sinxronizasiya eləmək olar? Ümumiyyətlə, cavan adama bəlkə demək lazımdır ki, sən boş ver bu işləri.
Neçə yaşdan başlayır o boş verməməyə? Mesela mən özümə deyərdim, özüm də eşitməzdim yəqin ki o yaşımda da. Bu problemli bir şeydir. Cavan adam bunu ambisiyalar çox olur gənclikdə. Məsələn, kamillik məsələsinə girişəndə də orada ambisiya ilə girişir ki, mən mütləq kamil olacağam və nə qədər çox həvəsli olursa, bir o qədər gecikdirir özünü. Ona görə şərqdə bir şey deyirlər ki, bir yerə gecikmək istəmirsənsə qətiyyən tələsməyəsən gərək. Tələsməməyin içi həm də o arzunu buraxmaqdır. Məsələn, o gənc adam İnanmaqdır da, həm də Tanrıya inanmaqdır ki, tələsmə də, sadəcə zamanı yetişəndə sən istədiyinə əgər xeyirlidirsə əldə eləyəcəksən. Mən biləm, bunun bu tərəfi də var. Hə, təbii. Amma bu inam da nisbi olur da adamlarda. O bilik dərinləşməlidir ki, inam da güclənsin. Nəysə, bu istək, bu tutku insanlara məsələn çox ciddi mane olur. Gənc adam o egosunun bu işdə nə qədər iştirak etdiyinə baxmalıdır. Əgər bunun fərqinə vara bilsə, azadlığa çıxa bilsə, çox sürətlə gedəcək. O zaman gözləntisi çox böyükdürsə, gecikəcək. Gözləntilərini buraxacaqsa, o zaman onun fərqindəliyi başlayacaq çiçəklənməyə. Normalda bu böyük sarsıntılardan sonra olur. 40 yaşdan tez heç gözləməsinlər. 40 yaşdan tez bir İsa Peyğəmbər xatirimdədir ki, məsələn, o gəlib çatıbdı kamilliyə 30 yaşındardırsa, amma ondan tez heç kim bu əbədi məsələlər üzərində necə lazımdırsa düşünə bilmir. Gərək qocalsın, gərək ölümlü olduğunu hiss eləsin, saçlar ağarsın, valideynlərini qismən itirsin o vaxta qədər, ölümlə biraz da yaxınlaşsın. Ən böyük müəllim burada ölümün dərkidir, fərqindəliyin artması üçün. Ölmədən öncə ölmək lazımdır. Bu fərqindəliyə ən çox fikir yaradandır, yol açandır. Bu da məsələn arzuların ölümündən danışırdı. Hələ bu dünya ilə bağlı arzular coşub daşırsa səndə, kimsə amerikanizm bizdə ancaq arzular oyadır da. Hədəflər üzərindən gedir. Hədəflər, o plan, bu plan, hətta din yaradıblar belə. Sən yaxşı arzula, onda hədəfə çatacaqsan. Bu Kvant məsələ, psixologiyası. Kvant psixologiyası. Bu dərin bir quyudur bir şərq fəlsəfəsi açısından ki, uşağı arzularla niyə dəfn edirsiniz ki də, oradan sonra necə çıxacaq? Amma arzuları arzulamayanda ən gözəl nemətlər yağış kimi üstüvə gəlir. O cümlədən o fərqindəlikdə. İstəməyəndə onda belə başa düşüm, daha çox bir şeylər əldə etmək olur. Bəli. Nəinki istəyəndə. Bəli. İstəyəndə səndən qaçır. Məsələn, bir məşhur şərq misalı var bu ilə bağlı. Bir ox atanların yarışında bir məşhur oxçuya deyirlər ki, məsələn, bir 5 metrdən bu almanı vura bilərsən, deyir, çox rahat vurur almanı. Çıxarırlar, bir $100 qoyurlar. İndi necə vura bilərsən? Vurur, ələ-səsə $10,000 qoyanda 4-cü, 5-ci dəfədən də o almaya 5 metrdən dəyə bilmir. Maraqlıdır. Yəni, nə qədər burada sənin nəfsin iştirak eləyirsə, sənin bir o qədər fərqindəliyin aşağı düşür. O, mən düşünürəm ki, əslində həm nəfsdən bağlıdır, həm də beynin layiqlik səviyyəsindən bağlıdır. Nəsə? Layiqlik səviyyəsi. Nə mənada? İnsanlar var ki, həqiqətən də özündən nəyisə layiq bilə bilirlər. Bədən onda icazə verir. Demək olar ki, sizi hamı sevir. Mən baxıram ətrafımdan soruşuram. Maraqlı ki, sizin işlətdiyiniz fikirlər, düşüncələr insanlar üçün çox maraqlıdır. Lakin bir dənə də maraqlı gələn mənə tərəf birisi nədir? Bu çox yaxın zamanda bu baş verdi. Hardasa bu 1 il vardı, il yarım. Buna qədər amma sizin mən TEDx-də çıxışınızı görmüşdüm. Bu hardasa bir 10 il bundan qabaq və s. Ümumiyyətlə necə oldu bu proses baş verdi? Ki sizdə birdən-birə insanlar sanki sizi elə bir necə deyək, tapdılar. Bilmirəm vallah, mən də onu bilmirəm. Görünür vaxtı buymuş. Amma ki mən elə kitablarımı, məsələn, ən məşhur kitabımı 9 il əvvəl yazmışdım, buraxmışdım. O zaman
tirajın yarısı əlimdə qaldı. Bu da məni biraz küstürmüşdü. Amma indi ikinci tiraj da artıq bitmək üzrədir. İndi üçüncü yazılır. Maşallah, əla. Yeni kitabınız var ümumiyyətlə? Planlayıram, amma bu dəqiqə elə bir rejimdə yaşayıram ki, oturub bir 5-6 ay mənə sakit vaxt lazımdır, oturum onu yazım. Rejim dediyimiz, yəni işləriniz çoxdur, belə başa düşdüm. Yəni daha çox hədəflərlə məşğulsuz. Cari işlər çoxdur, insanları da qıra bilmirəm. İstəklər çoxdur. Çoxlu çıxışlar eləməli oluram, məsələn, podkastlara gedirəm. Bunlar biraz zaman alır təbii ki. Gözəl, uğurlarınız bol olsun inşallah. Demək, burada qalmışdıq ki, insanlar var ki, həqiqətən də onlara hansısa bir ödənişə beyni açıq olur. Amma elə ki, bir müddət ödəniş qalxdıqca o özünə layiq bilmədiyinə görə beyinlə müqavimət göstərir və stres əmələ gəlir. Və həmən anda, həmən yerdən qaçmaq istəyir insan. Sanki onun qarşısında belə maraqlı fürsətlər çıxır, dəyərləndirmə çıxır. İnsan həmən fürsətləri özündən uzaqlaşdırır. Ona görə sizin dediyinizin ardı olaraq onu bildirmək istəyirəm ki, istənilən insan əgər həqiqətən öz beynini mükəmməl şəkildə idarə edə bilsə, o zaman o hər bir nəticəni əldə edə bilər. Baxın, sadəcə mənim bir fərqimdə, məsələn, doğrudan da bir mexanizm var ki, insan özünə layiq bilmir aşağı, yüksək maaşı və sən buna deyəndə ki, sən nə zamansa 5.000 qazanacaqsan, 10.000 qazanacaqsan, o şok keçirir. Biz bunu ilə onun, yenə deyirəm, plankasını qaldıra bilərik. İnsan o vəziyyətə gəlib çata bilər ki, aylıq 1 milyon qazanar və heç bir narahatlıq da hiss eləməz. Amma bu, onun fərqindəliyinə aid olan bir söhbət deyil. Fərqindəlik, bayaq dedim, bir nəfsin, ölümün dərki iləndirsə, ikincisi də nəfsin tanınması iləndir. Məsələn, əgər sənin nəfsin sənin həyatında, arzuların böyük rol oynayırsa, sənin fərqindəliyin yenə də aşağıdır. Məsələn, Epstein siyahılarından çıxan adamlar çoxsu ayda milyon, milyard qazanan adamlardır. Başa düşürsünüz? Amma onlar həm də nəfslərinin quludular. Çox peşmandılar ki, adları düşdü ora, belə çıxdılar, biabır oldular. Aralarında kral ailələrinin üzvləri də var. Elə deyilmi? Çox zəngin adamlardılar. Özlərinə layiq bilirlər çox böyük paraları. Amma müdriklük burada, yenə deyirəm, bu fərqindəliyin çiçəklənməsi ilə bağlıdır ki, o da nəfsin tanınması ilə bağlı. Nəfs səni nə qədər idarə edir? Məsələn, tipik bir misal balığın qarmağa düşməsidir. Qarmağın ucuna bir qurt bağlayırlar və o başlayır tərpənməyə, balıq deyir, nə yaxşı qurt. Da fikirləşmir ki, bu qurt suyun bu tərəfində nə iş görür. Həmən özünü keçirir qarmağa. Aşağı yuxarı bütün insanlar tələlərə bu cür düşürlər, nəfsinin ucbatından. Ona görə şərq fəlsəfəsi insanda müdriklüyü artırmağa çalışır ki, yəni o tələyə düşməsin. Nə qədər olar belə? Məsələn, Quran da deyir, kim deyir yaxşı yeriyir? Düz yolu ilə yeriyən, yoxsa 2 dəqiqədən bir üz-üstə yerə yıxılan? Xoşunuza gəlir üz-üstə daima yerə yıxılmaq, daima bu uğursuzluğu yaşamaq və bu yıxılmalar da, yenə deyirəm, fərqindəliyin aşağı olmasından asılıdır. Məsələn, Konfutsi haqqında kitab yazmışam. Konfutsi bunu belə öyrətməyə çalışır tələbələrinə. Deyir, balalarım, siz elə bilirsiniz ki, mən hər şeyi bilirəm. Mənə gətirirlər məsələlərini, deyirlər ki, məsəl üçün, kənd təsərrüfatı ilə bağlı. Mən işin bir əvvəlini soruşuram onlardan, bir də axırını. Aydınlıq yaranır. Yəni, belə görünür ki, Konfutsinin fəlsəfəsində də, müdrikliyində də o aydınlıq, o fərqindəlik ən böyük gücdür. O adamı çaşmağa qoymur, o vəziyyəti olduğu kimi insana göstərə bilir və o zaman bilik böyük bir gücə çevrilir. Daha yaddaş elementi olmaqdan çıxır. Yaddaş elementi, bilik yaddaş elementidirsə adam professordur, müdrik deyil. Əlbəttə ki, bu mütləq tətbiq olmalıdır. Biz təlimlərdə həmişə deyirik, öyrənmənin 3 əsas istiqaməti var. Birinci istiqamət bilməkdir. İnsan mükəmməl şəkildə bilir, hər şey superdir. İkinci, bildiyini tətbiq etməkdir. İnsanlar o qədər qəşəng danışırlar, o qədər gözəl danışırlar, elə əla məlumat verir, super.
Amma onun öz dediyini nə qədər həyata keçirir, nə qədər eləyir sual altındadır. Bu gündəmdə olan insanlardır, yəni belə insanları tanıyırsınız ki, hamı gözəl danışır, amma onu nə qədər tətbiq eləyir sual altındadır. Və tətbiqdən sonra gəlir əsas 3-cü mərhələ, ən vacib mərhələ, bu olmaq mərhələsidir. Yəni nə dərəcədə insan o istədiyi insan ola bilir. Sizə bir şey söyleyeyim. Ən gözəl danışıq da o danışığın arxasında olmağı hiss olunan danışıqdır. Bəli. Əgər insan bəlağətli danışırsa, amma arxasında o olmaq kimi bir təcrübə yoxdursa, o ancaq özü kimi cahilləri tələyə salacaq. Təcrübəli adamlar o nitqdə işini görməyəcəklər. Amma inanırlar. Çox insanlar və həqiqətən inanırlar. Cahillər inanırlar ancaq. O da onlar üçün bir testdir. O da nitqin gözəlliyi onun həqiqiliyindədir o adamın. Məsələn, Konfutsi heç sevməzdi bəlağətli adamları. Deyərdi ki, nitqdən ancaq ifadəlilik tələb olunur. Oturub bəlağət metodlarını öyrənməyə çalışmayın. Məsəl üçün, yaxşı danışmaq falan. Yox, yaxşı işlərin olsun, onları bütəhər ifadə eləyəcəksən sən. Yaxşı təcrübən olsun, lap belə kasıb vasitələrlə də sən onu ifadə eləsən, son dərəcə dəyərli olacaq sənin nitqin. Bəli, tamamilə doğrudur. Ona görə də o olmaq səviyyəsi məhz düşünürəm ki, ilk oyanışdan başlayır da, bu fərqindəliklə başlayır ki, insan doğrudan da öz bildiyini tətbiq eləyir və anlayır, nə deyir və onu da insanlara ötürür. Belə mütəxəssislər çox azdır həqiqətən də. Və keçək ikinci sualımıza. Bəzən insanın həyatında təkrarlanan səhvlər taleyin oyunu kimi görünür. Sizcə bu taley məsələsidir, yoxsa insanın öz daxilində görmədiyi qaranlıq nöqtələrin nəticəsi? Bilirsiniz, Allah Quranda deyir ki, biz insanı yaratdıq və onu başlı başına da buraxmayacağıq. Çox önəmli püf nöqtələri var insanın inkişafında. İnsan tənbəlliyi ucbatından istəyir ki, onun nə tərsə şuntlasın, yanından keçsin o nöqtəni. Öyrənmək istəmir onu. Deyək ki, məsələ, riyaziyyat öyrənirsiniz, loqaritma bəhsi sizə çətin gəlir, onun yanından keçmək istəyirsiniz. Müəllim də sizi qaytarır geriyə, məhz loqaritmadan misallar verir. Allah da bizim həyatımızı belə qurur. Əgər hansısa öyrənməli bir dərsi öyrənməmisənsə, təkrar səni o situasiyaya qaytaracaqlar, burnuvu soxacaqlar o nəsnənin içinə ki, sən bunu öyrənəsən. Yalnız o məsələnin hikməti dərk olunandan sonra bir daha təkrarlanmır. Mən bunu öz həyatımda dəfələrlə gördüm. Elə bir ki, o dırmıq effekti deyirlər. Məsəl üçün, eyni bir dırmıxı təkrar basırsan, taxtası gəlir, başıva dəyir. Hanna başı, elə bilirsən ki, tilsimə düşmüsən. Halbuki bütün hikmət odur ki, sən anlamalı olduğun bir şeyi hələ anlamamısan. Allah da çox səbirli müəllim kimi səni qaytarır o dərsə ki, bu məsələ durur hələ, onu həll eləməmisən. Həll eləyəndən sonra çıxır məsələ. Necə düşünürsünüz? Baxın, əgər biz belə yanaşsaq, misal üçün bir problemi 3, 4, 5 dəfə yaşasaq, problemin içində çıxış yollarını tapsaq, bu nə dərəcədə bizə bir ziyandır. Olmazmı ki, misal üçün mən bir problem yaşayıram və qarşımda bu problemi çözən insanlar var. Həmçində bu sahənin peşəkarları var. Olmazmı mən ona müraciət eləyim? Misal üçün də ailə problemim var. Yola getmirəm, yoldaşımla uşağımı düz başa sala bilmirəm və s. Və hər dəfə mən eyni uşağımla eyni problem yaşayıram. Bir dəfə mən dayanıram, deyirəm, dayan, gəl mən bu mütəxəssisini tapım, gedim soruşum, maraqlanım və mənə bir çıxış yolu göstərsin. Elə də olur. Bizə müraciət edən insanlar var ki, kaş ki, mən 5 il, 10 il, 15 il bundan qabaq sizi tanıyardım ki, mən artıq bu cür yoldan getməzdim. Övladımı belə yetişdirməzdim. Daha fərqli eləyərdim. Çünki indi artıq dəyişiklik hiss edir uşaqların, öz övladlarında. Yəni, necə düşünürsünüz? Sizcə bir peşəkara mı müraciət etmək daha yaxşı olar, yoxsa ancaq dediyiniz kimi, misal üçün də onu belə bir aforizm eşitmişdim. Əgər bir hadisə başınıza ardıcıl gəlirsə, dərs davam eləyir. Yəni siz hələ anlamamısınız da bu həyat nəyə görə bu sizə verilir. Bax, bu tərəfdən belə, şərq tərəfdən baxanda bu bizə deyir ki, davam elə. Amma indi bizim də öyrəndiyimiz daha çox qərb tərəfdir. O deyir ki, gəl oturaq, araşdıraq, analiz eləyək, düşünək, fikirləşək,
Necə fikirləşirsiniz? Bilirsiniz, Bunun biraz- ortasını necə tapaq? Çətindir. Hə. Bax, siz danışırsınız, mən qulaq asıram. Doğrudan da Qərbin səsi duyulur arxa planda ki, Qərb ümumiyyətlə psixologiyanı da bir neçə əsr bundan əvvəl öyrənməyə başlayanda insanı da belə bir mexaniki bir şey kimi görür. 18-ci əsrdən başladı Wooddan, William Wooddan. Maşın xarab olubdu. Bunu mütəxəssisi var, gətirirsən, mütəxəssis bunu düzəlir. Qazanın dibi deşilib, qalayçıya verirsən, qalaylayırsan. Mütləq bunu bir bilən var və bunu insanla məsələ biraz çətindir. Və ona görə psixoloqların da sayı artdı ki, məsəl üçün onlar bu problemləri çözə biləcəklər. Özünün psixoloqu olmayana psixoloq da kömək eləyə bilmir. Özünün müəllimi olmayana müəllim də kömək eləmir. Məsələn, necə gələcək o bilən adamı tapacaq, ondan öyrənəcək. Onun egosu ona imkan verəcəkmi? Adətən bu məsələlərdə ego ciddi şəkildə mane olur. Məsələn, insanların dişi ağrıyanda rahat gedirlər diş həkiminə. Bilir ki, o mütəxəssis bunu ondan yaxşı bilir. Amma ailə məsələləri olsun, qəlb məsələləri olsun. Məsələn, mən fəlsəfədən bir post yazıram, hamı filosof olub məni öyrədir. Hamı, bu məsələlər çox açıqdır. Məsələn, bir mexanik deyək ki, bu belə düzəlir, bu maşının bu hissəsi belədir. Altından 2-3 nəfər mütəxəssis yazacaq, yazmayacaq. O post heç görülməyəcək də. Amma fəlsəfi bir məsələ qoydulan hamı filosof olacaq. Bu həyatla bağlıdır, ona görə də hər bir insan baxış bucağı var. Heç kim də demir ki, mən bu işi bilmirəm də. Ego imkan vermir, təkəbbür səviyyəsi var. Və birdən təkəbbürlü, təbkəbbürlü də fərqindəliyi deyək ki, aşağı olan bir vəziyyətdə girişsə, gedir harda zərərli müəllim var, onu tapır özünə. O da onun quyusunu biraz da dərinləşdirir. Bəli. Ona görə bu qədər bir mənalı deyil. Şübhəsiz ki, kömək lazımdır. Mütəxəssisdən soruşmaq düşünürəm daha yaxşı olar da. Eşidə biləcəkmi? Hə, əlbəttə. İndi eşitməyə hazırdır. O 3-4 dəfə problemdən sonra eşidir. Siz təsəvvür edin ki, adam var, gəlir dərdi ilə, deyirsən onun dərdinin cavabını, razılaşmır. O səndən başqa şey gözləyirdi. O gözləyirdi ki, sən onun başını sığallayacaqsan, göz yaşını siləcəksən. Haqq verəcəksiniz. Günahı kiminsə üstünə qoyacaqsan. Deyək, səndə təqsir deyil, səni travmaya salıblar falan. Sən onun özünü günahlandırırsan, hirslənir sənə. Hazır deyil həqiqəti eşitməyə də. O gözləyir ki, onun başını sığallayacaqlar. Həkim gələcək, onun ağrısını alacaq əlindən. Yox, səni daha da böyük ağrılara salacam. Sən özün girib çıxmalısan o problemin içindən. Düz başa düşmüş, sizin metodunuz biraz ağrı metodundan. Mənim metodum şərq filosofları. Onlar əvvəllər bambuk ağacı ilə döyürdülər hətta. O qədər də eləmək, mən düşünürəm ki, bugün o gündəmi də nəzərə almaq lazımdır. Adi misal üçün bizim də öz mərkəzimiz var da, uşaq psixoloqlarla oturub araşdırırıq, testlərimizi dəyişirik. 5 il bundan qabaqki uşaqla indiki uşaq arası fərq çoxdur. Çünki uşaq oturub o testi eləməyə artıq onun səbri çatmır. Yeni testlər, yeni davranışlar, hər şey dəyişir. Düşünürəm, dəyişdikcə metodlar da dəyişməlidir. Yəni, bugünün insanı sadəcə istəyir ki, hər şey çox asan da olsun. Onun məsuliyyətindən əlindən alasan, özünə götürəsən. Amma həqiqi sağlamlıq o çətin metodlarla gəlir. Başa düşürsünüz, bax, niyə görə ədəbiyyat var? Mənim üçün ədəbiyyat mənim ən böyük silahdaşımdır da. Məsələn, mən deyirəm, mənə deyəndə deyirlər ki, insan dəyişib, uşaqlar. Deyirəm, gedin Homeri oxuyun. Görün, insanda dəyişiklik varmı? 1000 il əvvəl, 1700 il əvvəl nə istəyirdi? 2700 il əvvəl nə istəyirdilərsə, indi də onu istəyirlər. Eyni, heç də dəyişmir, şəkil dəyişir. Nəfsi eynidir. O Troya şəhərində hansı ehtiraslar oynayırdısa, bugün dünyada eyni ehtiraslar oynayır. Və insanda da, Quranda belə bir ayə var, sən Allahın yaratdığında heç bir dəyişiklik görməzsən. İnsanda da təməl ayarlar dəyişmir. Təməl ayarlar dəyişsə insan ölər. Mollanın eşeğə qənaət öyrətmə məsələsi vardı, deyir, əcəl imkan vermədi. İnsan çox dəyişsə, təməl ayarlarından fərqlənsə, o öləcək. İnsan dəyişmir, ona görə də bizə ədəbiyyat hələ də maraqlıdır. Orta əsrlərin ədəbiyyatı da maraqlıdır. Orada da özümüz haqqında bir şeylər öyrənə bilirik. Qədim dövrədə. Mən ümumiyyətlə qədim dövrə aşiqəm. Məsələn, mənim sevimli müəlliflərim hamısı 2500 il əvvəl yaşayanlardır, ən aşağısı. Və onların reseptlərində o qədər həyatilik görürəm ki,
Onda siz- Dəyişiklik illüziyadır mənə elə gəlir. Və yaxud da insanı çox zəiflədiblər. Bu zəif insan həqiqi insan deyil. O qayıdacaq, əvvəlki insan olacaq. Ondan sonra bir də başlayacaq çiçəklənməyə. Əla, biz həqiqətən danışacağıq və verilişimiz çox maraqlı davam eləyir. Cəmi bir reklamımız var. Bir reklamı dinləyək, sonra geri qayıdacağıq. Planet FM-də Düşüncə Mərkəzi. Planet FM-də cəmi bir reklam. Bir banklısansa, köçürmə edəndə artıq xərcləri düşünmə. Çünki bir bank debet kartlar arasında pul köçürmək həm limitsizdir, həm də komissiyasız. Sən də istədiyin qədər köçür, heç bir xərcin çıxmasın. Daha ətraflı birbank.az. Birbank Azərbaycan Respublikasının Mərkəzi Bankının 14 may 2025-ci il tarixli 244 nömrəli bank lisenziyası əsasında fəaliyyət göstərən Kapital Bankın əmtəə nişanıdır. Planet FM-də reklam yerləşdirmək üçün 012 311 30 11. Düşün, sual ver, hədiyyə qazan. WhatsApp nömrəmiz 099 1887. Bir daha hər vaxtınız xeyirli olsun. Bizə suallar gəlir. Qonağımız dəyərli filosofumuz Müşfiq Ötkündür. Müşfiq mənim 51-45-dən sual var. Hər vaxtınız xeyirli olsun dəyərli Müşfiq bəy. Mənə çox maraqlıdır. Bir mütəfəkkir kimi bu qədər informasiya kirliyinin olduğu bir dövrdə həqiqi biliyi necə süzgəcdən keçirirsiniz? Çox doğru buyurur ki, bu informasiya kirliliyi o qədərdir ki, hansısa bir söz haqqında düşünmək də çətin olur insana. Bunun üçün insan bir adaya çevrilməyi bacarmalıdır. Bu Buddanın sözüdür. Bir adaya çevrilginən və bu informasiya dənizində öz hüzuruvu qorumalısan. Mənəvi gigiyena ilə məşğul olmalıdırlar adamlar. Onların həyatlarında mütləq təbiətlə ünsiyyət olmalıdır. Bir meditasiyası olmalıdır, bir ibadəti olmalıdır. Hardakı qəlbini sustura bilir, sakitləşdirə bilir. Bir sevimli müqəddəs kitabı olmalıdır. Məsələn, müsəlmanlar Quran oxuyarlar Ramazan günlərində də özəlliklə. O da çox adamı sakitləşdirir və o fonu da təmizləyir, o kirliliyi də təmizləyir. Sən gerçəkdən önəmli olan nöqtələrə odaqlanmaqla bir aydınlıq yaradırsan içində. Ölümün tez-tez xatırlanması, bax o kirliliyi təmizləyən şeydir. Ölümün xatırlanması ilə təmizlənir insan hər mənada. Önəmsiz şeylər arxa plana keçir, önəmli məsələlərə başlayırsan zikirləməyə. Mən də təbii ki, bundan istifadə edirəm. Deyirəm, mən özümü müasir adam saymıram qətiyyən və bu ilə fəxr edirəm ki, Amma müasir geyinirsiniz, müasir qalstuk, müasir kostyum. Müasir geyinməyə məcburam, çünki qədim paltar geysəm ümumiyyətlə hoy deyə götürərlər. Biraz onların ağıllarını sakitləşdirmək üçün müasir geyinmək zorundayım. Amma bu mənada özümü qətiyyən müasir insan saymıram və bu ilə də fəxr edirəm. Qədimlərə daha çox oxşamağa çalışıram bu mənada. Əla. Bu ola bilər sizin həmçinin xarakterinizdən irəli gəlsin. Daha keçmişə meyillilik. Ola bilsin. Bilirsiniz nə? Sakitsiz. Məsələn, bu ətrafında hayküy olan şeyləri heç vaxt bəyənmədim. Hələ gənc idim, bu Titanic kinosu çıxdı və 97-ci ildə hamı başladı onun haqqında danışmağa. Mən o filmə düz 10 il sonra baxdım. Amma baxdınız. 10 il sonra 10 ildən sonra. Sonra məsələn tutalım məşhur seriallar çıxdı. İndi adlarını çəkməyəcəm, reklama getməsin. Bütün elliklə insanlar ona baxırdı, mən baxmırdım. Hamının maraqlandığı şeyləri maraqlanmadım. Hamının oxuduğu kitabları oxumadım. Hər kəsin oxumadığı kitablara meyilləndim. Məsələn, sizə bir şey söyləyim. 90-cı ildə getdim bir Sumqayıtın dəniz qırağında bir gözdən uzaq kitabxanası vardı. O kitabxanada bir kitab seçdim. Qədim şərq fəlsəfəsinə aid Sovetin dövründə nadir bir mənbə idi. Yığıb seçib orada çap eləmişlər. Kitab 72-ci ildə çıxmışdı və o kitabın ilk oxucusu 90-cı ildə mən idim.
Amma onun yanında məsələn Qara Volqa əsəri var idi. Kitabxanaçılar onun üstünə bir 4 dənə də vərəq yapışdırmışlar. Kitabın cındırı çıxmışdı oxunmaqdan. Və mən oturdum, düşündüm ki, bu qədər önəmli bir kitab, məsələn orada Budda var idi, Konfutsi var idi, orada Tövratdan hissələr var idi, orada Avestadan hissələr var idi. O qədər xəzinə tapmış kimi sevinirdim mən o kitabı tapanda və o kitabın Sumqayıtda, məhz o kitabxanada ilk oxucusuydum mən. Birinci qeydiyyat mənim adıma edildi və dedim, hə, belə olacaq elə. Hamının oxumadıqlarını oxuyacağam, hamının sevmədiyi şeylərlə maraqlanacağam, hamının sevdiyi şeylərə biganə olacağam. Hə, bu mənada bəlkə xarakterdən gəlir. Ola bilər. Demək 26 sual verib nömrəsindən salam, hər vaxtınız xeyirli olsun. Doğru mütəxəssis seçimi etmək olar. Sual olar. Yəni vurğuladığınız kimi psixoloqların sayı çoxaldı. Bəs insanlar doğru ünvanda olduqlarını necə analiz edə bilərlər? Analiz eləyə bilməzsiniz bunu. Yalnız təmizlənmək lazımdır. Təmizlənmə texnikalarından istifadə eləmək lazımdır. Quran deyir, xeyr əməllər eləyin. Bu təmizlənməkdir. Ondan sonra ibadət eləyəcəksiniz. Ondan sonra oruç tutacaqsınız. Məsəl üçün Ramazan da təmizlənmək üçündür. Və bəlkə sizin aynanız, qəlbinizin aynası gerçək müəllimləri görə bildi. Əks təqdirdə hər müəllim axtaranda bir şarlatanın əlinə ucaq olacaqsınız. Bu Allahın qanunudur. Olmalıdır da, yəni bu Mütləq. insanlıq hissəsidir. Bilirsiniz, xəstəliyi çox vaxt belə müalicə eləyir Allah ki, dərinləşdirir o xəstəliyi və bir köməkçi də tapır bu xəstəliyi bunda dərinləşdirsin. Əgər adam israrla bundan çıxma fikrində deyilsə, o partlayır, irin olur, partlayır, sonra onun bütün həyatında ciddi bir böhran başlayır. Ondan sonra bəlkə bir də yenidən doğular. Bilirsiniz, bax, indi bu yeri gəlmişkən müharibələr, bütün ətrafımızı müharibə sarıb. Bir çoxlar deyir, bu nədir, biz belə bir dünyaya gəldik, düşdük. Çünki problemlər həll olunmayanda, onlar ancaq qanla həll olunmağa başlayır. O müharibələri biz yaradırıq. Dərkimizin aşağı səviyyəsi ilə, həyatımızı dərk etmək istəməməyimizlə, əyləncələrə, rahat həyata daha çox meylliliyimizlə və bunlar da yığılır bir müharibə şəklində öz həllini tapır. Bir 70 il idi hardasa insanlar müharibələrdən qaçırdılar. İndi tamam müharibə çəmbərinə düşüblər. Bilmirlər ki, hələ dünya bundan nə vaxt çıxacaq. Maraqlıdır. Allah, təşəkkür edirəm, sualı cavabladınız və bir dənə də sualdır, maraqlı bir sual veriblər. 74-86 demək. Hər ikinizi ürəkdən salamlayıram. Sualım biraz dərin olacaq. Bilmək istərdim ki, ölüm həyatın sonudur, yoxsa həyatın mənasının ən vacib nöqtəsi? Ölüm olmasaydı yaşamağın bir fəlsəfəsi olardımı? Ölüm olmasaydı maraqlı sualdır. İnsan yaşamağın fəlsəfəsini anlaya bilməyəcəkdi. İnsanın bu dünyaya çox böyük bir bağlanması var. Çox güclü bir bağlanması var. Bir şeyi də gözünüzə çox yaxın tutanda onu siz görə bilmirsiniz, dərk eləyəmirsiniz. Ölüm onun üçün mövcuddur ki, siz bu dünya ilə olan bağlarınızı qoparasınız, bədəninizlə olan bağlarınızı qoparasınız ölümün dərki vasitəsilə. O zaman obyektiv şəkildə varlığı görə bilərsiniz. O sizin obyektivliyinizi təmin etmək üçün ölüm mövcuddur. Bir də təbii ki, başqa hikmətləri də var da, məsələn, dəyərləndirmək üçün həyatı. Ölüm olması insan həyatı dəyərləndirir. Korluq başlayardı. Ciddi korluq başlayardı. Ona görə ölüm işıqdır əslində. Həyatın dəyərini bilməzdi. Hər şeyin, hə. Məsələn, tutalım ki, mən hərdən gənclərə deyirəm ki, düşün ki, sən 50 il, 20 il keçib indiki günündən və sən anan da rəhmətə gedib, atan da rəhmətə gedib. Sonra nətərsə zaman maşını ilə geri qayıtmısan, indi buradasan, atan-anan hələ sağdır. Get gör ola necə sevə bilərsən. Həyatı, ölümün dərki həyatı. Psixoloji texnika istifadə eləmişsiniz. Biz NLP-də bundan istifadə edirik, zaman xəttidir. Bunun bir geniş versiyası var. Dəyərləndirməyin yoludur bu. Ölümdən baxanda həyat ancaq son dərəcə mənalı görünür. Ona görə ölümü xatırlamayan adam həyat itirir. Yaşamır da heç. Donuz kimi.
Qədrini bilmədin. Maraqlıdır. Maraqlı yanaşmadır. Əlbəttə ki, ölümü xatırlamaq lazımdır, yaşamağı da hərdən xatırlamaq lazımdır. Mən düşünürəm ki, əlbəttə ki, siz dediyiniz kimi insan sonunu düşünməlidir. Hətta hikmət sahibləri deyirlər ki, Allah axırını xeyir eləsin. Bu çox vacibdir. Son nəticədə insan bilir ki, ya bu həyatı niyə yaşadı, nədən ötürü addımlar atdı, kimə faydası dəydi, kim onu xatırlayacaq. Yəni bu fikirlər insana ən sonda gələ bilər. O öncədən fikirləşməsi daha yaxşı olar. Əla. Və bir sual da var. Demək, bu 97-50-dəndir. İnsan necə başa düşə bilər ki, o fərqində yaşayır, yoxsa sadəcə vərdişlərlə yaşayır? Fərqindəlikdə olan adam həmişə xoşbaxt olur, yaradıcı olur. Maraqlıdır. Onun həyatı hər mənada çiçəklənir. Şikayət olmur fərqindəliyi olan adamın. Fərqindəliyin yoxdursa daima şikayət edəcəksən. Məsələn, gedin Azərbaycanlıların hər 4 ailədən 3-ündə şikayətdə oldu. Bax, ən böyük əlamətlərdən birisi fərqindəliyi böyük olan adamın həyatında xoşbaxtlıq olur, şükranlıq olur. Bax, üzü gülür, bir də son dərəcə orijinal olur o. Özü kimi olur. Özü olur. Təbii olur. Özü olmaqdan da utanmır. Fərqindəlik özü olmaqdan utanmamaq kimi bir xüsusiyyət verir adama. Əla. Yoxsa insan kapirovat edir başqalarını. Əla. 58-77-dən demək, sualı səsləndirmək istəyirəm. Fədakarlığın insan həyatında rolu nədən ibarətdir? Fədakarlıq hissi insanın həyatda necə yön verir? Limitlər olmalıdırmı? Fədakarlıq indi ən çox unudulan bir şeydir. Çünki biz istehlak cəmiyyətindəyik. Mənə olsun hər şey deyə insanları böyüdürük. İnsanlar VIP xidmət almaq istəyirlər. Xidmət göstərmək ağıllarda yoxdur. Məsələn, bir qız bir oğlanın sevgisinə ancaq o zaman inanır ki, onun davranışından hiss edir ki, o özünü onun yolunda öldürməyə hazırdır. O oğlan sevilməyə layiq oğlandır. O sevgisini o cür sübut edir. Özünü fəda etmək dərəcəsi ilə. Bir atanın sevgisi, bir ananın sevgisi, evlatlarının yolunda özünü fəda etmək hazırlığı ilə ölçülür. Allahla münasibətdə də belədir. Kəbir deyirdi ki, balalarım, məsələ çox sadə açılır. Tərəzinin bir başına, bir tərəfinə başvı qoyanda, yalnız o zaman o biri tərəfinə həqiqət qoyacaqlar. Yəni, o qurbanlıq bayramı ki var bütün dinlərdə, orada söhbət qoyunluq deyil. Orada bizə bir xatırlamadır ki, sən həqiqətin uğrunda fədakarlığa hazırsanmı? Ona görə indi fədakarlıq o qədər də populyar bir şey deyirlər. İnsanlar almolla olublar, vermolla olmayıblar. Maraqlıdır. Siz özünüz ümumiyyətlə həyatınızda ən çox kimə fədakar olmusunuz? Kimə? Daha çox. Ailəm üçün təbii ki işləmişəm, amma mən daha çox həqiqətə fəda eləmişəm. Nə qədər çətin yaşasam belə, sağ olsun həyat yoldaşım səbr elədi bu illər boyu. Nə qədər çətin yaşasam belə pəs etmədim, əl də çəkmədim bu yoldan. İndi düz başa düşdüm ki, əla yaşayırsınız. Şükür Allah, mən o vaxtda yaxşı yaşayırdım əslində. Zahiri kasıb idi. Zahiri kasıblıq idi. Əslində çox zəngin yaşayırdım. Allah mənə qarşı həmişə mərhəmət. Hər şey beyinlə bağlıdır. Baxın, insanın sadəcə beyinlə bağlıdır. İstəklərdir. İnsan minimumda xoşbəxt ola bilir, maksimumda xoşbəxt olur. Minimumda xoşbəxt olmur, maksimumda xoşbəxt olmur. Əsas insanın qavramasıdır. O həyatını düzgün dərk etməsidir. Şükranlıq çox önəmli bir şeydir. Bəli, çox vacibdir. Tam doğru. Təşəkkür edirəm Müşfiq müəllim. İndi gəlin sualları seçək. Baxaq görək, siz seçin sevdiyiniz bir sualı və bəyəndiyiniz kitabı həmən adama hədiyyə eləyək. Həmən bu 4 sualdır. Əslində fədakarlıq haqqında sual elə ən yaxşı sual. Çox xoşunuza gəldi fədakarlıq. Demək 58-77 nömrəsi bizim 60 saniyədə insan tanıma sənəti kitabını əldə eləyə bilərsiniz. Maraqlı həqiqətən də sualdır fədakarlıq. Çünki insan bir şey etməsə, bununla bağlı maraqlı bir təlimlərdən mən misal gətirirəm. 3 qol var da, şərq qolu var, qərb qolu var,
Parsi bir də Avropa qolu var. Biz deyirik, qərb idarə etməsi bir tərəfli idarə etmədir. Buna deyirlər sərt danışıqlar. Onlar bir tərəfli istifadə edirlər. Yəni mənim hədəfimə xidmət eləyəcəksən. Avropa stili gedir win-win. Sizə də olacaq, mənə də olacaq. Yeganə şərq idarə etməsidir ki, ona deyirlər Cem modeli. Biz təlimdə keçirik. Cem modeli nədir? Qarşılıqsız fayda verəcəksən. Sən ona fayda verəcəksən, unudacaqsan. O özü sənə hardansa qayıdıb gələcək. Doğrudan da onu etmək çox çətin məsələdir. Hər insan onu bacarmır. Təşəkkür edirəm, minnətdaram Müşfiq müəllim gəldiniz. Bir saat necə gəldi keçdi, xəbərsiz oldu. Sizlə gərək saatlarla danışaq. Həqiqətən də insanlara çox fayda verirsiniz. Onları maarifləndirirsiniz, həyatlarına təsir edirsiniz. Bir daha biləm, sizi sevən insanlar çoxdur. Son sözünüzü alaq. Adətən bu sualı mən buraxıram. Mən sözü baxıra qədər həmişə deyirəm deyə əlavə bir nə deyim? Allah, bir daha təşəkkür edirəm, minnətdaram gəldiniz. Bugünkü qonağımız filosof, fəlsəfə üzrə fəlsəfə doktoru Müşfiq Ötkün idi. İnşallah ki, növbəti görüşlərimizdə, mütləq verilişlərimizdə bir daha görüşəcəyik sizinlə. Bugün bir daha dəyərli dinləyicilər, anladıq ki, insanın dəyişimi həmişə kənardan başlamır. Bəzən böyük dəyişiklik sadəcə insanın öz daxilinə daha diqqətlə baxması ilə başlayır. Çünki fərqindəlik olan yerdə seçim var. Seçim olan yerdə isə inkişaf başlayır. Düşüncə mərkəzindən günün aforizmi. Sakrat deyirdi, sorğulanmamış həyat yaşamağa dəyməz. Ona görə də bəzən dayanmaq lazımdır. Özünə baxmaq, öz səsini eşitmək, içində nə baş verdiyini anlamaq lazımdır. Çünki insan özündən uzaq düşəndə həyatından da uzaq düşür. Bugün bizimlə olduğunuz üçün sizə təşəkkür edirəm. Mən əminəm ki, bugün siz çox şeylər öyrəndiniz Müşfiq müəllimdən və həyatınızda fərqində yaşayacaqsınız. Özünüzə kənardan baxacaqsınız. Həqiqətən də bəzən dayanmaq lazımdır. Qıraqdan baxmaq lazım. Mən indi hardayam, hara gedirəm, nə üçün yaşayıram, ümumiyyət həyatımın mənası nədir, missiyam nədir, nəyin üzərində yaşasam daha yaxşı olar, öz problemlərimi necə həll edə bilərəm. Bax, belə bu şəkildə siz öz həyatınıza diqqət yetirin, inkişaf eləyin, dəyişin, irəli gedin, həmişə səsiniz gözəl yerlərdən gəlsin. Bir daha çərşənbənizi ürəkdən təbrik eləyirəm. Qarşıda gələn Novruz bayramında ürəkdən təbrik eləyirəm. Biz sizlə bir də görüşəcəyik aprel ayının əvvəllərində. Onda da çox maraqlı qonaqlarımız olacaq. Bir daha diqqətiniz üçün təşəkkür edirəm. Sizinlə mən Təbriz Hacınskidim, profiler, şəxsi inkişaf mütəxəssisi, insan tanıma mütəxəssisi. Özünüzə yaxşı baxın, özünüzə qarşı dürüst olun, həyata qarşı isə daha ayıq olun. Hələlik.